Xəzər Qaqanlığı haqqında ən samballı kitabın yazarı, akademik, tarixçi, professor və 7 il Rusiya SSR Elmlər Akademiyası nəzdində Tarix İnstitutunun direktoru olmuş Anatoli Novoseltsevdir. Xəzərskaya Qaqanlığı kitabı budur. Çox samballı bir kitabdır. 1450 qaynağa istinad edib və o sadəcə kitap yazmayıb, ortaya bir ensiklopedik səviyyədə bir kitap qoyub. Yəni, sıradan bir tarix kitabı deyil, ensiklopediyadır. Və bu kitabın 14-cü səhifəsində, yazır ki, İbn Əl-Faki, Ərəb salnaməsi İbn Əl-Faki Xəzər dövləti haqqında, Xəzər Qaqanlığı haqqında öz salnaməsində yazanda belə deyir ki, bu ölkədə 7 iqlim mövcud olub və ölkə 4 hissədən, Qaqanlıq 4 hissədən ibarət olub. O 4 hissədən də birisinin adı ərəbcə Askutiya olub. Askutiya bizim İskitlər dediyimiz, Skiflər dediyimiz ərazidir, Askutiya. Və eyni kitabın 14-cü səhifəsində bunu yazır. Eyni kitabın 19-cu səhifəsində yenə başqa bir salnaməciyə istinadən Novoseltsev deyir ki, o salnaməçinin adı Əl-İstahridir, ərəb salnaməçisidir. Xəzər dənizinin haqqında yazarkən deyir ki, bu Xəzər dənizi Şərqi Avropaya daxildir və Şərqi Avropanın da indi də sərhədləri Avropa ilə Asiyanın arasındakı sərhəd Xəzər Volqa çayından üzü aşağıya doğru götürülür və yazır ki, исконным пунктом информации у географов классической школы были здесь Каспийская, Хазарская, Mötərizə açır bu Novoseltsev, Хазарское море и река Волга, Atil. Volqa çayından yazır və Xəzərin adı gəldiyi zaman mütləq ora bir Volqa ilə də bağlı bir məlumat verilməlidir. Çünki bu iki Xəzər və Volqa çayı, Xəzər dənizi və Volqa çayı biri-birindən ayrılmaz bir parçadır. Çünki Xəzər dənizinin mənbəyi Volqa çayıdır. Volqa çayı da burada Volqa çayında mənbəyini Kama şəhəri olaraq göstərir. Tataristan ərazisindədir. Kama çayı və burada yazır ki, Volqa çayı yenə mötərizə açır Atil. Volqa çayının köhnə adı İtildir. Bu Novoseltsev Atil yazıb, ola bilər. İtil çayı. İtil çayı aşağıya Xəzər dənizinə tökülməzdən əvvəl Xırxızların və Quzların torpaqlarından keçir. Xirxiz, elə də yazır, Xirxiz və Quz. Bunların torpağından keçir. Ondan sonra Kimakların ərazisindən keçir. Bulqarların və Burtasların ərazisindən keçdikdən sonra ən son gəlib Xəzər dənizinə tökülür. Bu adları çəkilən bütün bu boylar Türk boylarıdır. Bulgar olsun, Burtas olsun, Xirxiz, Kimak, Quz, bütün bu tayfalar Rus dilində yazıldığına görə bəzi ola bilsin, məsələn, Oğuzu Quz yazıb, ya da ki, ərəblər Oğuzu Quz yazıblar. Çünki ərəb əlifbasında saitlər yazılmır. Bu şərtlər nə olursa olsun, yazılış şəkli nə olursa olsun, bu adı keçən tayfaların tamamı Türk tayfalarıdır və Xəzər Qaqanlığının o 4 hissəyə bölünür, onun bir hissəsi Askutiyadır. Digər hissələri bir ucu şimala gedir, bir ucu qərbə gedir və bir ucu da şərqə gedir, Xəzərin şərqinə gedir. Yəni Xəzər Qaqanlığı adı üstündə Qaqanlıq böyük bir dövlətdir. Bugünkü imperatorluq deyilən səviyyədə geniş sərhədlər olan bir dövləti və orada yaşayanlar da tamamı Türk
boyları olup bizim buraya gelme olduğumuzu, bizim kimlerin size torpağını zapt ettiğimizi, işgal ettiğimizi diyenlere en güzel cevap Novoseltsin verdiği bu cevaptı. Bugün söylemek istediklerim bu kadar. Allah'a ısmarladık. İskitlerin, Askutların veya o skiflerin, ümumiyyətlə mastagetlerin hakkında bilgi almak isteyenler bizim meslektaşımız Turan Aliyev olarak geçip onun sayfasına girip bakabilirler. Allah'a ısmarladık.